qadınlar deyirlər ki, gündüz normal davranmır mənə, heç üzümə baxmır, heç qapını açıram, salam vermək istəmir mənə, heç vaxt xoş söz demir, bişirdiyim yeməyə bir xoş söz demir, amma yəni məndən onu istəyəndə mən deyir özümü əşyaymış kimi hiss edirəm. Çox vaxt münasibətlər pozulanda, bəli, cinsi istəksizlik olur. Qadınların da kişilərin də belə bir məlumatı yoxdur ki, onlar cinsi aktı, cinsi əlaqəni onlar elə bilirlər ki, bu zövq mənbəyidir. Amma əslində bu zövq mənbəyindən başqa, ehtiyacdan başqa, bilirsiniz, qadının da, kişinin də özünü dəyərli hiss etməsi, özünü yəni sevilən hiss etməsi, bədəninin canlı olduğunu, bədənini hiss etməsi, bunlar çox vacib faktorlardır. Yəni insanın təməl ehtiyaclarındandır.